Değerli dostlar, Bakı İstintaq Təzyiqxanasından xəbər var. Deməli, biz zaman-zaman mən həbsdən azad olunandan sonra, həbsxanada olanda belə bu bəzi Ədliyyə Nazirliyinin penitensiar xidmətinin o bəzilərindən danışıram. O amansız, o işgəncəyə meyilli, o tərbiyəsiz əməkdaşlarına mübarizə aparmış. Həbsdən azad olunandan da sonra mən onların hər biri haqqında ayrı-ayrı danışmışam. İstər cəzaçəkmə müəssisələrində çalışan o bəzi əməkdaşlardan, istərsə də istintaq təzyiqxanalarında. Deməli, Rzayev Şücaət Gülbaba oğlunun həyat yoldaşı mənə zəng edir. Onkoloji xəstəlikdən əziyyət çəkir, hal-hazırda durumu bərbad bir vəziyyətdədir. Deyir ki, Elnur ki, mənim həyat yoldaşımı Bakı İstintaq Təzyiqxanasında 20 nəfər ölümünə döyüblər. Hal-hazırda Rzayev Şücaətin durumu bərbad vəziyyətdədir, acınacaqlı bir vəziyyətdədir. Bilmirəm, belini sındırıblar, ayağını mı sındırıblar, yaxud əziblər, sümüyü mü əzilib, nədirsə, Rzayev Şücaət Gülbaba oğlu axsiya-axsiya gəzir. Çox çətinliklə hərəkət edə bilir. Və daxili orqanlarında ciddi zədə alıb, məndə olan məlumata görə, buradan ölkənin baş prokuroru Kamran Əliyevin diqqətinə. Buradan ölkənin Daxili İşlər Naziri Bülət Eyvazovun, hörmətli Bülət Eyvazovun diqqətinə. Və bu ölkəni idarə edən vicdanlı şəxslərin diqqətinə ki, dərhal bu Rzayevlər ailəsinin səsinə səs verilsin. Dərhal Bakı İstintaq Təzyiqxanasında Rzayev Şücaət Gülbaba oğlu qəbul olunsun və adamın başına gəlmiş bu tük ürpədici hadisə hüquq mühafizə orqanları tərəfindən araşdırılsın. Deməli, mənə bir siyahı yazdırıb Rzayev Şücaət Gülbaba oğlunun həyat yoldaşı. Asiman adlı bir əməkdaş 6-cı korpusun 2-ci mərtəbəsinin rejimi. Arif Heydarov, Arif Musoğlu, mayor rütbəli. Daşqın mayor 7-ci korpusun 2-ci mərtəbəsinin rejimi. Cəlal 7-ci korpusun 1-ci mərtəbəsinin rejimi. İlqar 8-ci korpusun 1-ci mərtəbəsi. Emin, yəni bir tanıdıqları bu da 20 nəfər adamı vəhşicəsinə döyüblər. İndi informasiyanı mən buradan səsləndirirəm. Qarşı tərəf olaraq hər kəsin mövqeyini işıqlandırmağa hazıram. Məsələ təcili nəzarətə götürülsün. Rzayev Şücaət Gülbaba oğlu ilə oğlu